Salam, hər vaxtınız xeyir. Bugün OTK-nın təşkil etdiyi 11-ci siniflər üçün sınağın A variantını izah edirəm. Qovurma ismini deyir. Qovurmaqdan qovurma leksik, S qrammatik, dan qrammatik, S və N biçicidir. Ona görə də 1 leksik, 2 qrammatik B variantıdır. Hansı cümlələrdə baş sözlərdən biri sifətlə ifadə olunub? Yaxşılar vaxtını qiymətləndirmək lazımdır. Lazımdır nə? Yaxşılar vaxtını qiymətləndirmək. Bu da mübtədədir, amma məsləhət tərkibinin içərisində olduğuna görə götürmürük. Bu yurdun gözəllər vəfalıdır. Necədir? Bəli, xəbər sifətlə ifadə olunubdur. Yaxşılıq et, yaxşılıq etmək feildir. Getdi, körpə mışıl-mışıl yatırdı, yatırdı. Kim? Körpə. Bəli, burada mübtədə sifətlə ifadə olunub. 2 ilə 4B səhv yazılan söz. Bilir ki, A-ha, bab biçicisi ilə yaranan sözlər biçik yazılmalıdır. 3-də D. Hər iki xüsusiyyəti istəyir. İsim və fiil kimi işlənən amonim, fiil kimi iki fərqli leksik mənada işlənən söz. Çapmağı götürürük. Çünki biri var çap maşını, bir də var çapmaq, fiil. Fiil kimi fərqli leksik mənasını deyir. Çapmaq biri var talamaq mənasında, biri var at çapmaq, yəni D variantı. Köməkçinin hissəsi işlənmədiyi. A-da isə var, B-də olduqca var, D-də sana var, 5-də boyunca, burada ca boyu ilə, yəni qoşmadır. 5-də yəni C variantı. İndi hər tərəf yaşıllaşıb, heç bir köməkçinin hissəsi yoxdur. Aldıqca və oxuyan sözlərinə baxaq. Yalnız bir cümlə üzvü olur. Aldıqca, bəli, qoşmalar işlənə bilir. Fiil bağlama, qoşma ilə işlənə bilmir. 2-nin hissəsi xüsusiyyətini daşıyır. Bəli, hər ikisi. Xəbər şəklində işlənə bilir. Xeyr, xəbər şəklində işlənə bilmirlər. Çünki xəbər şəkli zamanlarla tapırıq. İsmi xəbəri olur. Bəli, oxuyan sözü ismi xəbərdir. Feilin qayıdışı yox, məlum növündədir. 1-3-5 C variantı. Bağlayıcıdan sonra vergülün səhv işləndiyi cümlə. Bilirdim, çünki burada düzdür. Həmçində əvvəl işlənib. Burada sonrasında biz baxmalıyıq. Sən çıxdın qarşıma duzla çörəklə. Bəli. Burada duzla çörəklə qoşma olduğuna görə həmcins sözdür və vergül qoyulur. Elə bir indi də bizi dəvət edəcəklər. Demək, elə bir sözündən nə əvvəl, nə də sonra vergül qoyulmur deyə burada götürmürük. Çata bilmədik, halbuki kənddən tez çıxmışdıq. Burada bəli, halbukidən öncə qoyulur, amma sonra vergül qoyulmur. D variantıdır. Hər iki xüsusiyyətinə aid olduğu cümlə söz transpozu əmr cümləsidir. Keçmə namərd körpüsündən qoy aparsın sel səni. Keçmə kim? Sən əmrdir və söz transpozluqdur. Sayın ismi xüsusiyyətini daşıdığı nümunə 2 nəfər neçə? Uşaqların çoxu. Uşaqların çoxu burada mənsubiyyətdir. Bəli, B variantını götürürük. Sonra 10-cu sual deyir ki, həmcins söz işlənmiş. Nə gözəl yaraşır muğana ceyran. Burada heç bir həmcinslik yoxdur. Sən də vəfasızsan, bu dünya kimi yoxdur. Bir dön bizim Bakıya bax kimsən? Burada həmcinsdir xəbərlər. Xitab işlənmiş cümlə ayrılarmı könül canan Azərbaycan, Azərbaycan bəli 4. Nemət isə də gözəl şeir olar. Qəm də yeyər, burada yoxdur. Dəmlə çay tök ver görək, anamın dilbər gəlini. Anamın dilbər gəlini xitabdır. 3, 4, 6, yəni C variantı.